Regional televiziyanın növbəti uğuru, Şimal tamaşaçısının bütün problemlərini özündə əks etdirən RTV-nin xəbər vaxtı informasiya proqramı Mediaçar ilə təltif olundu. Xəbər vaxtı yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə ilin xəbər proqramı adına layiq görüldü. Bir dəfə bir telefon zəngi gəldi mənə. Bir cavan olan bir ki, Rabbim mənim sizinlə bir söhbət aparmaq istəyirəm. Mən regional televiziyadan zəng edirəm. Və adam gəldi və buradan da mənə çox doğma bir sifət görəndən sonra dildən mütləq bu verilişdə iştirak edirəm. Mən sizə açıq deyirəm, çox səmimi, gözəl bir söhbət alındı və mən zəng edib ona təşəkkürümü də bildirdim. Ona görə ki, qaz sevinirəm ki, bu mükafatı mən ona təqdim edirəm. Mediaçar mükafatı 14-cü dəfədir ki, öz layiqli nominantını tapır. Sevindirici haldır ki, ilk dəfə regionda fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında məhz RTV Mediaçar ilə mükafatlandırılıb. Təşkilatçılara təşəkkür edirəm ki, mükafatçılar sırasında bizim televiziyanın xəbər vaxtı informasiya qrupu da var və çox xoş oldu. Qeyd edim ki, müəllimin əlindən bu hədiyyəni götürmək 2 qat xoş oldu. Çox sağ olun, minnətdarlığımı bildirirəm. Qısaca qeyd edeyim ki, Regional TV Xaçmazda yaradılıb 2007-ci ildə və ölkənin ilk rəqəmsal kanalıdır. Və sevindiricidir ki, ölkənin ilk rəqəmsal kanalı məhz ənənəyə, tendensiyaya uyğun olaraq mərkəzdə yox, Azərbaycanın regionunda yarandı və yarandığı vaxtdan da xəbər vaxtı informasiya qrupu regionda baş verən hadisələri daim operativ şəkildə işıqlandırmağa və öz tamaşaçısına çatdırmağa çalışdı. Burada xəbər vaxtının informasiya qrupunun prodüseri Vəli Turana əyləşib, təşəkkürümü bildirirəm ona da bu mükafatda onun rolu əvəzsizdir və xəbər vaxtının öz tamaşaçısına həmişə bir müraciəti var. Biz regionu kənardan seyr etmirik, hadisələrin bilavasitə içindəyik. Odur ki, xəbərdən vaxtında xəbər tutmaq istəyirsə, xəbər vaxtına baxın. Çox sağ olun, təşəkkür edirəm. Regional televiziya 3 ilə yaxındır fəaliyyət göstərir. Xəbər vaxtı informasiya proqramı fəaliyyətə başladığı ilk gündən region tamaşaçısına bölgədə baş verən bütün hadisələri dəqiq, qərəzsiz və operativ çatdırmağa çalışıb. Fəaliyyətə başladığı gündən xəbər vaxtı informasiya proqramı, yəni televiziyanın tərkibində tamaşaçıları ümumiyyətlə regionda baş verən hadisələri daha operativ və daha dolğun çatdırmaq üçün çalışıb və bu müddət ərzində biz tamaşaçını regionda baş verənlərdən xəbərsiz qoymaq istəməmişik. Nə qədər buna nail olmuşuq, bunu tamaşaçı deyə bilər. Yəqin ki, bugün bizə təqdim olunan Mediaçar 2010 mükafatda bir də onu göstərdi ki, biz region tamaşaçısını regionda baş verən hadisələrdən kənarda qoymamışıq. Azərbaycan Jurnalistlər Birliyi və Yeni Nəsil Jurnalistlər Birliyinin keçirdiyi tədbirdə bu mükafat regional televiziya ilə yanaşı bir neçə kütləvi informasiya vasitələrinə və tanınmış ictimai xadimlərə təqdim olunub. Qaliblər 100 nəfərlik ekspert qrupu tərəfindən seçilib. Rahim Qafarlı, Taceddin Asifoğlu, RTV, Bakı.